Deməli, bu hissədə biz modeling hissəsindən danışacağıq və dashboardlar qurarkən cədvəllər arası əlaqəni necə yaratmaq lazımdır, əsas buna baxacağıq. Mənə görə ümumiyyətlə dashboard yaradarkən ən əsas hissə modeling hissəsidir. Çünki siz bunu qurmasaz, sizin qurduğunuz dashboardun heç bir əhəmiyyəti qalmaz. Ona görə də gəlin bu hissəyə baxaq. Mən bütün ümumiyyətlə əlaqələrin hər birini siləcəm. Çünki bu məndə dashboardda mən cədvəlləri əlaqə qurarkən, yəni daha doğrusu yaradarkən, bura əlavə edərkən bunlar avtomatik formada yaranan əlaqələrdir. Bəzən təbii ki, bunlar yanlış ola bilir. Ona görə də baş qarışdıra bilir və mən bu hissədə əlaqələrimin hər birini siləcəm və biz bu əlaqələri sıfırdan sizinlə birlikdə quracağıq. Deməli, gələk əsas hissəyə. Biz bu əlaqəni nə üçün qurmalıyıq? Mən sizə onu birinci izah edim. Sonrasında baxaq. Tutaq ki, sizdə belə deyək, necə? Deməli, tutaq ki, mən bir slicer əlavə etmişəm və mən yəni çox dəxilsiz bir əslində seçimlər edəcəm. Yəni buna çox da fikir verməyin. Sadəcə olaraq əsas məğzi anladacağam sizə ki, biz əslində nə etməliyik, niyə görə bunu qururuq. Tutaq ki, mən gördüyüm kimi mənim müştəri cədvəlim var və burada şəhərlər var, düzdür? Və mən tutaq ki, bilmək istəyirəm ki, hər şəhər üzrə satışda nə qədər satış olunub. Gördüyünüz kimi hər ikisi ayrı-ayrı məlumat əks elətdirir. Və mən burada city hissəsinə, daha doğrusu field hissəsinə city-ni əlavə etdikdə, mənim artıq bütün şəhərlərim burada əks olunub. Gördüyünüz kimi Ankara, Bakı, Batumi, bütün məlumatlar var. Və mən eləyəcəyim şey nədir? Tutaq ki, bir kart əlavə eləyirəm və mən bura tutaq ki, deməli total amount. Aha. İndi mən bura bütün satışlarımın həcmini gətirdim. 103K gördüyünüz kimi 103.000 satışım var və mən bilmək istəyirəm ki, tutaq ki, Bakıda bu satış nə qədərdir və yaxud Gəncə üzrə bu satış nə qədərdir. Gördüyünüz kimi mən bunları seçdikcə heç bir dəyişiklik olmur. Bu dəyişikliyin olmama səbəbi mənim cədvəllər arası heç bir əlaqəmin mövcud olmadığıdır. Yəni mən hər iki cədvəldə əlaqə qurmalıyam ki, mən artıq burada bu cədvəldəki city-ni seçdiyimdə, şəhəri seçdiyimdə, gəlsin mənə bu cədvəldəki satış tutarını versin həmin şəhərə görə. Biz bunu necə edə bilərik? Deməli, əsas hissəmiz model hissəsidir. Model view adlanır. Deməli, nə edirik? Mənim əsas cədvəlim satış cədvəlidir. Mənim ən çox məlumatımın toplanacağı, bir müştəridən bir neçə satış olacağı cədvəl bu cədvəldir. Amma mənim öyrədici cədvəllərim hansılardır? Mən buna belə ad verirəm, yəni öyrədici cədvəllər, məlumat verici cədvəllər. Bu cədvəllərdir. Customers cədvəli və products cədvəli, məhsullar. Müştəri gəlir hər hansısa bir şəhərdən, hər hansı bir müştəri ID-si gəlir sizdən bir mal alır, düzdür? Həmin aldığı məhsul products cədvəlindədir. Yəni mən fikir versəm, burada məndə product ID var. Amma product ID-m burada da var, amma product name-im burdadır. Yəni aldığım məhsulun adı bu hissədədir. Deməli mənim foreign keyim burada product ID-dir. Yəni bununla əlaqələndirəcəyim. Ona görə cədvəlləri bu formada əlaqələndiririk. Baxın, yenidən eləyirəm. Baxın, görürsüz, mən gəldim bunu bura atdım. Mənim birinci cədvəlim oldu sales, ikinci cədvəlim to table products oldu. Çünki mənim əsas cədvəlim əslində sales cədvəlidir, amma mənim ümumi bütün məlumatlarımın, produktlarımın, adlarının olduğu cədvəl bu cədvəldir.
Və burada gördüyünüz kimi məndə avtomatik olaraq, əlaqələrin növü görsənir. Bunları siz özünüz də tam dəqiq araşdırarsınız. Yəni bunun üzərində biraz oxumağınızı rica edirəm. Çünki mən burada sizə anlatsam da bu sizə tam aydın olmaya bilər. Bu bütün məlumatların əks olunduğu bir dənə hissəyə gedir. Yəni bu o deməkdir ki, mənim burada çoxlu məlumatım var, amma mənim bir dənə hissəm bu hissədir. Amma mən tam tərsinə one to many cədvəlini qursam, gördüyünüz kimi məndə burada error verir. Çünki mənim bu hissədə duplicate value-m var və buna görə də mənə artıq error verəcək. Ona görə də mən many to one eləyirəm və bu formada mən bunu burada tick görürsüz də. Mən bunu belə bu formada qaldırsam, bu mənim əlaqəm təxmini yaranacaq draft formada, amma aktiv olmayacaq, deaktiv olacaq bu əlaqə. Ona görə də mən bunu istəyirəm aktivləşsin və bu formada aktivləşdirirəm. Baxın, burada cross filter direction hər iki əlaqəli. Mən normalda bir əlaqəli seçirəm və save edirəm. Formada save etdim və gördüyünüz kimi artıq mənim əlaqəm yaranmış oldu. Və bu bir cədvəlin digər cədvəlindən əlaqəsidir. İndi mən bir cədvəlin ikinci cədvəlinin əlaqəsini qurmalıyam. Çünki hansı şəhərdə hansı satışın nə qədər satışın olduğunu bilməliyəm. Ona görə də bu səfər mənim kim olacaq? Customer ID. Və Customer ID-ni gətirirəm bura. Bu formada yenidən gördüyünüz kimi əlaqə yarandı və mən artıq yenidən eyni formada save edəcəm. Və mən artıq bunu save etdim və gördüyünüz kimi mənim artıq hər iki əlaqəm yaranmış oldu. Kalendarla bağlı daha sonrakı mövzularda danışacağam. Hələlik bunu əhatə eləyək. Deməli, gördünüz? Artıq məndə 2000 satış İzmir satışı olaraq qeyd olundu. Və mən burada Bakı seçsəm, gördüyünüz kimi 252, Gəncə seçdim, Ankara, Astana, bütün şəhərlərdə üzrə mənim satışlarım artıq əks olunub və çox rahat bir şəkildə buna baxa bilərəm. İndi isə mən nədən danışmaq istəyirəm sizə? Deməli, mən ümumi kalendar, bayaq dediyim kimi, kalendar cədvəlindən danışmaq istəyirəm sizə. Bu kalendar bizə nəyə kömək eləyir, nə üçündür? Gəlin ona danışaq. Tutaq ki, mən hər hansısa bir chart götürüm, tutaq ki, line chartdan istifadə eləyəcəm və mən burada date qoyuram. Deməli, bu formada mən tutaq ki, necə eləyək? İl məndə fərqli idimi? Yadımda deyil. Gəlin bir dənə buna da əlavə eləyək. Bu formada mən bir dənə ildən ibarətdir. Ona görə mənim il seçməyim düzgün deyil. Gəlin burada yenidən date hierarchy eləyək və burada mənim il seçməyək, ay seçək. Formada ay qalsın və siz görərsiniz ki, məndə bu formada artıq aylar üzrə satışım əks olunub. Amma bəzən mən digər bir əlaqə qurduğum zaman, tutaq ki, bir dənə də burada hər hansısa bir zamanla bağlı, burada yoxdur, amma mən sizə gəlin izah eləyim. Tutaq ki, sizdə satış bu cədvəliniz var və siz əlavə bir dənə də tarix olan başqa bir cədvəliniz var, hansı ki, siz burada zamanla əlaqələndirən bir cədvəliniz var. Gəlin sığortadan danışaq. Tutaq ki, sizin burada icbari sığorta satışlarınız var. Bu hissədə fərz eləyin ki, könüllü sığortanız var. Və burada da mən eyni cədvəli bu üzrə qurmuşam, düzdür? Amma mən burada gəlib, tutaq ki, slicer əlavə eləsəm, mən bu slicerda burada gətirib date qoysam, bura, date qoydum, düzdür? Mən bu date'i dəyişsəm, deməli, bir dəqiqə, burada slicer'ın növləri də olur. Mən burada bu formada eləyə bilərəm və yaxud da vertical list belə də eləyə bilərəm. Çox üstündə dayanmayacağam. Bunu da hierarchy-yə dəyişə bilərəm və burada da
rüb bazlı da baxa bilərəm. İstəsəm heç rüb görsənməsin, bu formada çıxarda bilərəm. Bunu vizualları yaradarkən baxacağıq onsuz da. Tutaq ki, mən istəyirəm ki, mən axı sales bu cədvəlimdəki date-i götürmüşəm, qoymuşam da bura, düzdür? Amma mən istəyirəm ki, mən bu apreli vurduğum zaman, daha doğrusu bizdə tutaq ki, deyək fevral ayı da, düzdür? Fevral ayını vurduğum zaman məndə burada fevralın satışları görsənilir, düzdür? Amma mən burada bu cədvəlimdəki date-i götürdüyümə görə, mən burada fevralı vurduğum zaman burada heç bir şey əks olunmayacaq. Yenə də əlaqə olmadığı üçün heç bir şey əks olunmayacaq. Ona görə də mən ortaq bir date kalendar, yəni mütləq yaratmalıyam. Çünki mən gətirib bura slicer əlbəttə ki, tətbiq eləmək istəsəm ki, bütün ümumiyyətlə dashboardlarda zaman sütunu, yəni zaman slicerı mütləq şəkildə olur. Yəni siz zaman üzrə əlbəttə ki, baxmalısınız. Hər ay satışın nə qədər olub və bu əlaqəni, bu müqayisəliyi görmək üçün siz ortaq bir zaman, yəni tarix cədvəli yaratmalısınız. Ona görə də mənim yaratdığım ayrıca bir tarix cədvəli var idi burada. Bu formada mən tarix cədvəlimi yaratmışdım. Mən məcburam ki, artıq bu iki tarix arasında, iki cədvəl arasında ortaq bir tarix yaradım ki, mən artıq digər tarixi götürdüyümdə, burada baxın, gəlin məsələn, tutaq ki, bu slicerə artıq bunu əlavə edirəm, düzdür? Və mən bunu date hierarchy-yə dəyişirəm. Baxın, burada date ilə date hierarchy fərqi odur ki, date seçdiyimdə mən bütün burada tarixləri mənə bu formada əks elətdirir. Amma mən istəyirəm ki, aylar bazlı görsənsin. Hər günü burada bu formada göstərməsin. Heç yəni informativ məlumat deyil. Və mən burada yenidən ay seçdiyimdə, baxın, ayı seçdim, düzdür? Və mən burada mart ayını seçdiyimdə, baxın, heç bir məlumat dəyişmir, əks olunmur. Yəni bayaq əslində vurğulamaq istədiyim o idi. Sadəcə olaraq bu cədvəldən götürdüm. İndi gəlin mən istəyirəm ki, ortaq bu cədvəldə bu date-i əlavə etdiyimdə həm burada da yaransın. Tutaq ki, deyək ki, gəlin düşünək ki, bu sığortadır. İcbari üzrə də göstərsin mənə satışları, tutaq ki, könüllü üzərində də göstərsin. Və mən artıq iyun ayını vurduğumda, burada da iyun satışlarım görsənəcək, bu hissədə də iyun satışlarım görsənəcək. Bu əlaqəni də mütləq şəkildə burada qurmalıyıq və mənim burada ortaq quracağım əlaqə təbii ki, satış cədvəlimdəki date-lə kalendardakı date-dir. Və artıq biz bunu qurduq. Bu zaman isə gəlin baxaq məsələn bu hissəyə. Bu hissədə gördüyünüz kimi yenidən mən bunu əlavə eləyə bilmərəm. Çünki burada da duplikə value-lar var. Ona görə də one to many əlaqəsini aktivləşdirirəm və bu formada save edəcəm. Baxın, artıq əlaqəm yaranmış oldu gördüyünüz kimi. Əlaqəm yarandığına görə mən artıq görə bilərəm ki, iyun ayında mənim satışlarım heç bir məlumat əks olunmur. Amma baxın, bu formada mənim artıq tarixlə bağlı cədvəlim var və mən fevral ayını seçdiyim zaman çox rahat bir şəkildə gün bazlı mənə məlumatları əks elətdirdi. Amma siz gördüyünüz kimi məndə artıq günlə də bağlı məlumatlar oluşdu. Çünki qrafikim müəyyən qədər dəyişdi və səbəbi də odur ki, burdakı date artıq hiyerarşi olaraq bu date-ə çevrildi. Mən nə edə bilərəm? Mən artıq istəmirəm o formada görsənsin. Hiyerarşi olaraq görsənsin istəyirəmsə, mən gətirib bu date-i, baxın, bu date-i, kalendarın içindəki date-i bura ata bilərəm və artıq tutaq ki, burada date istəmirəm görsənsin. Aylar bazlı bu formada qrafikimi çox rahatlıq bir şəkildə göstərə bilərəm. Yəni gördüyünüz kimi artıq mən yanvar seçdiyimdə yanvarı göstərəcək, fevral seçdiyimdə fevralı göstərəcək. Bu formada biz artıq əlaqələrimizi qurduq və eyni şəkildə əgər burada da digər cədvəlin məlumatı varsa, bu formada çox rahat bir şəkildə görsənəcək eyni məlumat. Bu qədər idi modelingdən bağlı bütün məlumatlar. Yəni bayaq da qeyd elədiyim kimi, bütün əlaqələri siz düzgün bir şəkildə qurmalısınız ki, siz artıq bir filtr tətbiq etdikdə hər hansısa satışınız çox doğru bir şəkildə burada yansısın. Çünki siz əgər
bu əlaqələri doğru qurmasanız, təbii ki, bu müəyyən informasiya səhvlərinə gətirib yol aça bilər və bu sizə problem yarada bilər gələcəkdə. Ona görə də əlaqələri qurarkən çox diqqətli olmalısınız. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda artıq biz vizualları yaratmağa keçəcəyik və real bir dashboard quracağıq sizinlə. İzlədiyiniz üçün təşəkkür edirəm.